tanışdığımız 10 ilə dayanır və orada çox gözəl dostlarımız və əlaqələrimiz var. Bu avtomobili kəşf etdikdən sonra bizim dostlarımızın köməyi ilə biz BYD istehsal zavodlarının bir neçəsində iştirak elədik, avtomobilləri kəşf elədik, keyfiyyətinə baxdıq, dizaynına baxdıq, yeni texnologiyalarına baxdıq, bayaq dediyimiz kimi üstünlüklərin kəşf elədik və ilk öncə 2023-cü ildə biz bu gün Azərbaycan yollarında populyar olan BYD Destroyer Gen Plus və dünya bazarında ən çox satılan Song Plus modelini ixal elədik. Təbii ki, öncə çətin oldu insanlara bunu tanıtmaq, bu avtomobilləri. Sonra bu işin başqa bir konseptini yaratmağı düşündük. Zavodla danışıqlarımız oldu, distributoruq mövzularında falan. Amma BYD zavodun fərqli bir strategiyası olduğu üçün, o mərhələləri keçmək üçün biz diller konsepti yaratmağı düşündük. Hal-hazırda Vətəndaş şosesində yerləşən BYD Motors Bakı şirkətini yaratdıq. Avtomobil satışı ilə bərabər bizdə servis xidmətləri də var şirkətimizdə və ehtiyat hissələri təbii ki var ixal etdiyimiz avtomobillərin sayına və satışına görə. Ən birinci xüsusiyyəti ekonom olmağıdır. Yəni avtomobil 3.5 litrdən, 3 litrdən ən böyük həcmdə 6-7 litrə kimi sərfiyyatı var. Ən böyük budur. Ekoloji avtomobillərdir 2. Avtomobillərin idarə etməsi çox rahatdır. Çox rahatdır. Funksiyonallığı çoxdur. Bugün ağıllı dövrdə yaşayırıq. İnsanlar hamısı sevir ki, bütün idarə etmələr hamısı hətta səslə falan belə olsun. Sonuncu ən vacib xüsusiyyəti isə avtomobilin həqiqətən də dözümlü olmağıdır. Əsas insanlar üçün vacib olan dayanıqlıqdır. O üstünlüyü çox gözəldir. Bugünə kimi təxminən 1 il 8 ay, 1 il 10 ay ərzində öncə satdığımız avtomobillər var. O avtomobillər də bugünkü gün böyük bir ciddi sıxıntı ilə gəlmir. Təbii ki, texnikada nasazlıqlar olur. Öhdəsindən gəldiyimiz nasazlıqlardır. Uzun sözün qısası, sualınıza cavab BYD avtomobilləri Azərbaycan yollarında özünü yaxşı aparır. Mən şəxsən özüm də BYD avtomobili istifadə edirəm bu ticarətə başlayandan və təbii ki, tövsiyə artıq eləmişəm. Mənim qardaşım, əmim oğlu, qonşularım, dostlarım, tanışlarım kifayət qədər bizdən maşın alıblar. Bugün bizim avtosalonumuzda təxminən 20 üzəri modellər var və o modelləri yavaş-yavaş gətirib insanlara tanış eləməyə hədəfləyirik. Necə ki, ilk öncə 2023-cü ildə bu avtomobilləri, yeni istehsaldan çıxan avtomobilləri biz insanlarla ilk olaraq tanış elədik. 44 model var və bu modellərin siyasında idman üslubunda olan avtomobillərimiz də təbii ki var. Bizim web saytımız var. Bu web saytda daxil olub orada rahatçılıqla həmin avtomobilləri kəşf eləyə bilərsiniz. Amma mən sizə qısa məlumatlar deyim ki, ən üst sinif modeli U7 və U9 modelləridir. O U7, U9 modelləri bugün dünya miqyasında olan tanınmış brendlərlə bütün parametrlərində keçir. Gələcəyə baxışımız çox pozitivdir. Çünki bizim ölkəmizin də yanaşması ölkəmizi bir dərəcə soyudaq deyə bir deyim var dünyada. Bizim də ölkəmiz ora qoşulan, təbii ki, ölkəmizdə keçirilən tədbirlərdən aydındır ki, biz də yaşıl enerjini qorumaq, yaşıl enerjini inkişaf elətdirmək və təbiəti qorumaq məcburiyyətindəyik. Bayaq qeyd etdiyimiz kimi bu avtomobilin ən böyük birinci xüsusiyyəti təbiəti qorumaqdır, plug-in hibrid avtomobillərdir. Sərfiyyatı çox aşağıdır və təbii ki, sərfiyyat aşağı olan avtomobillərdə də atmosferə çirkli qazların buraxılması qarşısını alır.